Ermənistanın dini və ictimai həyatında xüsusi əhəmiyyətə malik olan Etmiyazin şəhəri son günlər ciddi gərginlik dalğası ilə üz-üzə qalıb. Şəhər ərazisində bəzi toqquşmalar baş verib. Bildirilir ki, yaranmış gərginliyin əsas səbəbi Ermənistan cəmiyyətində bütün ermənilərin katolikosu iki qareginə münasibətdə dərin parçalanmanın formalaşmasıdır. Bir tərəfdə onun fəaliyyətini dəstəkləyənlər, digər tərəfdə isə istefasını və ya səlahiyyətlərinin məhdudlaşdırılmasını tələb edən qüvvələr dayanır. Bu qarşıdurma təkcə dini müstəvi ilə məhdudlaşmayaraq ictimai-siyasi xarakter almağa başlayıb. Şahidlərin sözlərinə görə etiraz aksiyaları zamanı tərəflər arasında sözlü mübahisələr fiziki toqquşmalara çevrilib. Hüquq mühafizə orqanları vəziyyətə müdaxilə etmək məcburiyyətində qalıb. İlkin məlumatlara əsasən insidentlər zamanı bir neçə nəfər saxlanılıb. Lakin saxlanılanların dəqiq sayı və onların kimliyi hələ ki açıqlanmır. Hazırda Etmiyazin şəhərində təhlükəsizlik tədbirləri gücləndirilib. Polis qüvvələri şəhərin əsas nöqtələrində yerləşdirilib.